Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradında iştirak etməyəcək. Bu barədə Rusiya artıq rəsmi məlumat yayıb. Siyasi şərhçilər Prezident İlham Əliyevin Moskva paradında iştirak etməməsini prinsipal mövqe kimi dəyərləndirir. Belə ki, hələ də Azal faciəsi ilə bağlı Rusiya tərəfindən rəsmi və inandırıcı izahatın verilməməsi, Azərbaycana qarşı Rusiya mənşəli kiber hücumların edilməsi, üstəlik bu günlərdə Azərbaycanlı deputat Azər Badamovun Rusiya hava limanında aşağılayıcı şəkildə deportasiya edilməsi bu məsələyə öz təsirini göstərir. Bəs vətəndaşlarımız prezidentimizin bu qərarını necə dəyərləndirir? Çox yaxşı qarşılayıram. Deməli, mən axşam gördüm. İndi bilirsiniz, gəlin haqqı deyək də. İndi MDB ölkələrinin hamısı gedir ora. Biz də təbiidir ki, qoşulub getməliyik. Bildin nə deyirəm? Elə şeylər var ki, nəzərə almaq lazımdır bunu. Amma sonradan ki, axşam mən dünən televiziyada eşidəndə ki, prezidentimiz getmir və arqument kimi göstərdilər onu. Birinci təyyarəmizi vurdular, düz əməlli bir nəysə cavabı da olmadı. Sonra bizim deputat indi dövlət adamıdır. Bunu qoy, əvvəlcədən desinlər ki, bunu qadağan, necə bizimkilər elan eləmir ki, filan deputat, filan kəsə girişi qadağan eləyirik. Bunu da demədən oradan indi deputatımız da cəmaət seçib onu. Onu aeroportdan buraxmayıb geri qaytarmağın özü bir təhqirdir, bildin nə deyirəm. Hər halda buna cavab vermək lazımdır. İndi əlbəttə ki, indi bizim prezident nəyin nə olduğunu özü yaxşı bilir, belə deyək. İndi biz onun işinə qarışmırıq, amma şəxsən mən bir ziyalı kimi alqışlayıram. Mən bu qərarı ürəkdən dəstəkləyirəm, bir mənalı. Çünki Rusiya bizə qarşı hər zaman xəyanət mövqeyində durur. Heç zaman bizə qarşı yaxşı olmayıb. Bizim ona hər zaman dəstək veririk. Azərbaycan hər gün dəstək verir. Rus dilini burada gönül şəkildə təbliğ olunur, məktəblərdə tədris olunur. Gürcüstanda, Ermənistanda bu dil vəbşi ləğv olunub. Ona rəğmən bizə qarşı onlar çox pis mövqe tuturlar. Millətçiləri çoxdur Rusların. Getməməyini alqışlayıram, bir mənalı. Onun qədər biz bilə bilmərik ki, o adam özü həll edib məsələyi lazımdır. Gidəcək, lazımdır, qalacaq. Düzgün dəyərləndirir. Belə Çar dövründən də Ruslar həmişə Ermənistanı müdafiə ediblər. İndi sözdə bəlkə vəziyyət elədir ki, yaxınlaşırlar. Ancaq sonra yenə onlardan heç vaxt bizə dost olmaz. Qonşuyuq, ticarət əlaqələrimiz var və s. və s. İntihası bizi saymayanda məcbur oluruq ki, belə hərəkətlər elə getməyək. Bizim də məsələn orada o qədər ölənlər oldu vətən müharibəsində. Yaşayanlar var bu gündə. İntihası olmur da. Bizi saymayanda gərək onlara cavab verir. Çünki belə alınmır. Mən ümumiyyətlə prezidentimizin bütün qərarlarını yüksək qiymətləndirirəm. O cümlədən də bu elə belə başa gəlmədi. Bu ümumi Azərbaycan xalqını düşünüb, Azərbaycan talihini düşünüb o qərarı verdi. Bu çox böyük riskdir. Çox böyük riskdir. Bu tərəddüd keçirilməli riskdir. Ancaq prezidentimiz məsləhət bilirsə, prezidentimiz xalq deməkdir, xalq da prezident deməkdir. Ona görə də mən xalqım və prezidentimin ümumiləşdirilmiş bir şəkildə bu fikri lazım idi ki, o addım atdı. Mənə elə gəlir ki, əks tərəf də bunu qərəz kimi yox, həqiqət simvolu kimi qiymətləndirəcək. Qərarını alqışlayıram. Çünki o qərar verirsə, düşünüb, fikirləşir, ölçüb, biçir və çox şeyləri nəzərə alaraqdan düzgün qərar verir və indiyə qədər verdiyi qərarın hamısı dəqiq və düzgün olubdur. Aydındır. Şuşanı xilas edən adam mənə bir gəldi, xırda məsələləri həll etməkdə heç bir çətinlik olmayacaq.